Artıq xeyli müddətdir ki, Ağcabədi rayon İcra Hakimiyyətinin rayonun ümumi təhsil məktəblərində həyata keçirdiyi Ağcabədi rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin və Aran qəzetinin mütəmadi iştirak etdiyi uşaq və yeniyetmələrin hüquq və vəzifələri mövzusunda maarifləndirmə tədbirləri növbəti günlərdə də davam etdirilib. Belə ki, bu dəfə Şahsevən Təzəkənd tam orta, Şahsevən kənd tam orta, Sarvanlar kənd ümumi orta, Muğanlı kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşlər təşkil olunub. Şagirdlərlə görüşdə Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Sevinç Niftalıyeva, Ağcabədi rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin mama ginekoloqu İradə Məmmədova və Aran qəzetinin redaktoru Məhsəti Musa iştirak ediblər. Görüşdə uşaq və yeniyetmələrin hüquq və vəzifələri haqqında şagirdlərə məlumat verilib, təhsilin vacibliyindən söz açılıb, həmçinin onların hüquqlarını pozan təhsildən yayındırılma, erkən evliliklərə təhrik edilmə, şiddət və zorakılığa məruz qalma hallarında öz hüquqlarından istifadə edərək aidiyyəti yerlərə müraciət edə biləcəkləri izah olunub, erkən evliliklərin, zərərli vərdişlərin istər oğlanlarda, istər qızlarda yarada biləcəyi fəsadlardan danışılıb. Diskussiya şəklində aparılan söhbətlərdə şagirdlər də öz fikirlərini bölüşüblər. Mən Nərmin Allahyarova, Sərvan Quliyev adına Muğanlı tam orta məktəbinin 8B sinif şagirdi. Erkən nikah haqqında bunu deyə bilərəm ki, erkən nikah bizdən uşaqlığımızı, təhsil haqqımızı, ondan sonra gələcəyimizi alır. Və gələcəyimizdə də bizə təhsilimiz olmadan və yaxud da ki, gələcəyimizdə olan övladlarımız belə olsa, biz onlara necə təhsil verə bilərik, onları da elə o şəkildə erkən nikaha məcbur edəcəklər. Ona görə təhsil vacibdir. Yəni, erkən nikah cəlb olmuş bir çox insanların fikirləri o ki, qız uşaqlara təhsil alması. Çünki hər kəs bilir ki, öz hüququnu bilən, özünü müdafiə edə bilən qız hər zaman, hər sahədə özünü göstərə bilər, müdafiə edə bilər, haqlarını tələb edə bilər. Bunu da istəməyən valideynlər var, hansı ki, o qızlar oğlanların oyuncaq eləmək istəyirlər, özlərini istədiyi kimi idarə eləmək istəyirlər. Çox gözəl. Bu da hansı ki, insanları düşünmək olur. Sonra erkən nikahın fəsadlarından bəhs edən film izlənilib. Yekunda şagirdlər müxtəlif şüarlar səsləndirərək yaşıdlarını öz hüquqlarını bilməyə çağırıblar. Məhsəti Musa, Kənan İsayev, Aran, Ağcabədi.